Ülfət İbrahimov adlı izləyicimiz bildirir, Qarabağ 20 ildir Avropada oynayır, amma bir dənə yerli futbolçu satmayıb Avropaya. Bir dənə mahir əmləri var, o da Bakı komandasında yetişib. Ahmet bəy bunun səbəbini nədə görür? Mən əlavə edeyim ki, əslində müəyyən transferlər olub. Musa Qurbanlının özü Avropaya satılıb, satılması da transfer olub. Sonra Ramil Şeydiyevin özünün Qarabağdan gedişi var idi. Müəyyən nümunələr var, amma təbii ki 20 ilə görə çox azdır. Yəni qlobal nümunə deyil. Və ən əsası odur ki, gedib özünü tutan futbolçumuz yoxdur. Yalnız bir dənə mahir əmrəli ilə öyrənə bilirik. Bax, xanımlar, bəlkə də bu deyəcəyim ola bilsin ki, Qarabağ akademiyasında işləyənlərin, yəni orada çalışan insanların xoşuna gəlməsin. Hal-hazırda, Nicat, Azərbaycanda ən güclü akademiya Qarabağ hesab olunur. Yəni mən təsəvvür edin ki, Qarabağ hətta Neftçiyə belə böyük hesabla qələbələr qazanır. U16-sı, U17-si, Sabahla ciddi rəqabətlər var. Yəni, belə deyək də, ölkədə ən yaxşı 200 akademiyadan biridir. Hər Çempionlar Liqası görüşündən qabaq oynayır komandaların 19-ları. Düzdür? 19-ları. Yəni, Qarabağ səhv eləmirəmsə 5 oyuna... Bir gol vurub, yoxsa vurub? 5 oyuna səhv eləmirəmsə 25 top buraxıb. 6-0-1-idir, 8-0-1-idir, 5-0-1-idir. İndi yaxşı, bu ölkənin ən yaxşı təşkilatlanmış akademiyalarından biridir. Hələ legionerlər də çıxış edir. Yəni, indi bilirəm çıxış edir. İndi mən sənə sual verim. Bu hesablarla məğlub olan bir komandada, yəni məsəl üçün, gələcəyə biz necə ümidlə baxa bilərik? Əslində, Qurban Qurbanovun da açıqlaması vardı, Ahmet. Dedi, yaxşı şeylər gözləmir bizi.